Herkese hamdolsun, kanalıma videoma hoş geldiniz. Bugün yeni bir videoda karşınızdayım. Videoyu keçmişdən və kanalda istəmək üçün abunə ola bilərsiniz. Videomu bəyəndiysə like ata bilərsiniz. Həmçinin dostlar Telegram kanalımızın hər birisini gözləyirəm. Linki şərhlərdə olacaq. Dostlar çünki səhmlər alış edərkən, səhmlərdən alış edərkən ilk olaraq Telegram kanalında paylaşıram. Qısa bir məlumat verirəm, məzmun olaraq post paylaşıram. Aldığım səhm haqqında və yaxud kriptovalyutalar haqqında da məlumatlar paylaşıram. Və ondan sonra YouTube'da tanıtımını edirəm. Ona görə də Telegram kanalına gəlmək sizin üçün vacibdir. Linki şərhlərdə olacaq. Şərhlərdən daxil olub gələ bilərsiniz Telegram kanalına. Həmçinin müzakirə qrupumuz da var. Burada qoşularaq dəstək ala bilərsiniz. Birlikdə müzakirə edə bilərik səhmlər və kriptovalyutaları. Hər birinizi gözləyirəm. Linki şərhlərdə olacaq. Gəlin videoya keçək dostlar. Bugünkü videoda Telegram kanalında söz verdiyim üzərinə 2025-ci ilin sonu və 2026-cı ilin əvvəlində şirkət səhmlərində, fond bazarlarında nələr gözlənəcək, nələr gözləyə bilərik və nələr olacaq ehtimallar üzərinə bugün danışacağıq dostlar. İlk olaraq səhmlərdən başlayaq dostlar. Nasdaq bildiyiniz kimi ABŞ-da texnologiya indeksidir. Yəni Nasdaq 100 texnologiya üzərində texnologiya şirkətlərini toplayan 100 şirkətdən ibarətdir və texnologiya şirkətlərini özündə cəmləyir. Bizim aldığımız şirkətlərin deməli əksəriyyəti bu Nasdaq indeksində listing olunur və göstərilir daha doğrusu. Niyə? Çünki texnologiya şirkətlərinə əsasən yatırım edirik. 2026-cı ilin, 25-ci ilin və bundan sonraki dövrlərin ən mühüm şirkətləri texnologiya şirkətləridir dostlar. Fərqi yoxdur. Biotexnologiya və yaxud deməli ümumi olaraq elektronika və yaxud kiber təhlükəsizlik və s. Yəni bunların zaten hər bir texnologiya üzərinə fokuslanmış sahələrdir. Deməli dostlar, ilk olaraq gördüyünüz kimi Nasdaq indeksi 25.000 dollar səviyyəsindədir. 26.000-dən bir düşüş gəldi. Həm hökumət qapanmasına görə belə oldu, həmçinin faiz endirimləri ehtimalı aşağı düşdü və Nasdaq 24.100 dollara doğru geri çəkildi. Mən isə davamlı olaraq alış etməyi məsləhət gördüm və hal-hazırda 25.000 dollara qalxış edib Nasdaq indeksi. Bu yaxşı haldır dostlar. Təkcə Nasdaq indeksi qalxış etməyib təbii ki, S&P 500 indeksi, həmçinin New York birjası səhmləri də bu qalxışdan faydalanıblar dostlar. Deməli, ilk olaraq Nasdaq üzərində proqnozlarımı verim. Yəni bundan sonraki vəziyyət necə olacaq? Mənim ehtimallarıma nəzərən, təxminlərimə nəzərən, Nasdaqda vəziyyət bundan sonraki yeni hədəflər 27.000 və 30.000 səviyyələrinə doğru bir qalxışlar görə bilərik. Yəni ondan sonra müəyyən təbii ki, geri çəkilmələr ola bilər, amma 27.000 hədəfinə doğru hal-hazırdakı qiymətdən tam geri çəkilmə olmadan, yəni müəyyən azalmalar ola bilər, amma böyük və yaxud ümumiyyətlə artımlı düzəltmə olmadan 27.000-ə doğru bir artış gözləyirəm və bundan da sonra 30.000 səviyyələrinə doğru bir artış gözləyirəm dostlar Nasdaqda. Həmçinin dostlar Kevin Hassett, bilməyənlər üçün deyim, ABŞ, yəni Amerika Birləşmiş Ştatlarında olan bir Amerikalı iqtisadçıdır. Yeni FED seçimlərində ən böyük namizədlərdən, yəni ən çox gözlənilən namizədlərdən biri Kevin Hassettdir. Kevin Hassett haqqında qısa məlumat verim. Deməli bu adam Donald Trump'ın yaxın dostlarındandır. Yəni deməli Donald Trump'ın ən yaxın FED namizədi olaraq dostlarındandır. Və Donald Trump'ın faiz endirimləri, deməli, daha çox pul və daha çox investisiya, daha aşağı faiz kimi siyasi iqtisadi proqramlarını dəstəkləyir və ona görə də dostlar, FED namizədi olaraq Kevin Hassett'in seçilmə ehtimalı hal-hazırda 50%-dən yüksəkdir dostlar. Bu təbii bizlərə də sərf eləyəcək, çünki bizə də aşağı faiz və deməli ABŞ iqtisadiyyatının davamlı olaraq inkişaf etməsi maraqlıdır. Niyə? Çünki yatırım etdiyimiz şirkətlər ABŞ iqtisadiyyatına daxil olan şirkətlərdir və bu şirkətlərin inkişafı bizim gəlirlərimizi daha da artırır. Ona görə də Kevin Hassett'in seçilmə ehtimalı yüksəkdir və Kevin Hassett seçilsə böyük ehtimal bazar buna xoş reaksiya verəcək və qalxışlara daha da yüksək sürətlə davam edə biləcək. Bu ehtimalların nəyə üzərinədir? Bildiyimiz kimi artıq 2025-ci ilin sonuna yaxınlaşırıq və əvvəllər, daha doğrusu bir neçə həftə 2025-ci ilin sonu dekabr toplantısı üzərində faiz endirimləri 50%-dən aşağı düşmüşdü dostlar. Bunu xəbər halında paylaşmışdım kanalda. Sizi məlumatlandırmışdım. Kanala gələrək oxuya bilərsiniz xəbərləri. Amma ondan sonra dostlar gördüyünüz kimi xəbər paylaşdım ki, investorlar FED-in dekabr ayı üçün faiz endirimi 50%-dən yuxarı qaldırır. Bunun səbəbi nədir? Bunun səbəbi budur ki, FED üzvləri arasında 4 FED üzvü arasında 3 FED üzvü dekabr ayı üzrə faiz endirimlərinin lehinə qərar verəcəklərini açıqlayıblar dostlar. Səbəb budur faiz endirimləri ehtimalı qalxması. Və dekabrda olacaq faiz endirimi təbii olaraq faizləri aşağı salacaq. Mərkəzi Bankda eynən
aşağı faizdə kommersial banklarda da deməli faizləri aşağı salacaq. Nəticədə şirkətlər daha çox borc götürüb daha çox gəlir qazanmağa fokuslanacaqlar, daha çox istehsala fokuslanacaqlar. Nəticədə gəlirlərini artıra biləcəklər dostlar. Faiz endirimləri buna görə önəmlidir. Və həmçinin 2026-cı ildə də 3% endirimi gözlənilir. JP Morgan bankı tərəfindən 3% endirimi gözlənilir. Və buna görə də dostlar 2026-27-ci illərə qədər deməli ümumiyyətlə Amerika birjalarında artışın davam edəcəyi təxmin edilir. Hətta JP Morgan 2026-cı ildə S&P 500 üzrə 14%lik bir artış tempi olacağına ehtimalını bildirib. Yəni bu çox yaxşıdır. İllik 14% ümumi olaraq indeks üzrə artış. Ona görə də dostlar texnologiya hissələrində böyük geri çəkilmələr hələ ki gözlənilmir, artışlar gözlənilir. Əksinə 2026-cı ildə bir-birinin bir neçə ay aralıqlarla 3% endirimi gözlənilir. Bu da əsasən texnologiya hissələrində böyüməyi gətirib çıxaracaq. Dostlar, düzdür, balon məsələnin ehtimalları deyilir, texnologiya hissələrində balon ehtimalları, lakin mən bu balon ehtimallarına o qədər də ciddi yanaşmıram. Nə mənada? Yəni, məsələn, .com hadisəsini götürək, deməli 2001-ci ildə olan .com hadisəsindən söhbət gedir. Gördüyünüz kimi 2001-ci ildə olan bu deməli səhmlərin balon hadisəsi, yəni .com ingiliscə variantıdır. Azərbaycanca isə səhmlər, yəni balon formasındaydı artıq. Yəni çox şişmişdilər, qiymətləri həddindən artıq idi. Bir şar kimi partladılar 2001-ci ildə və nəticədə qiymətləri 40-50% əridi dostlar. Həm səhmlərin qiymətləri əridi və nəticədə indeksdə gördüyünüz kimi aşağı düşdü. Hal-hazırda bu ehtimalı elə də gözləmirəm dostlar. Niyə gözləmirəm? Çünki şirkətlər hal-hazırda dəli kimi borclanırlar dostlar. Yəni həddindən artıq borclanırlar və təkcə həddindən artıq borclanmırlar. Həmçinin bu borclanmanın nəticəsində həddindən artıq qazanc da qazanırlar dostlar. Düzdür, borclanma səviyyələri çoxdur, lakin qazanc səviyyələri də çoxdur. Əvvəlki dövrlərə nisbətən istehsal səviyyələri daha sürətlidir. Çip istehsalı, robot istehsalı, həmçinin yeni layihələr, yeni texnologiya layihələri, kvantum sahəsinə aid olan şirkətlərin yaranması və s. Yəni hal-hazırda dostlar texnologiya, süni intellekt, kvantum sahəsində çox önəmli işlər aparılır. Deməli mühəndislik üzərində və buna oxşar sahələrdə çox mühüm deməli işlər aparılır. Milyardlarla pullar investisiya olunur bu şirkətlərə və nəticədə bu şirkətlərin gəlirliliyi indiki və gələcək dövrlərdə böyük artışlarla davam edir və ehtimal olunur dostlar. Yəni 2001-ci ildəki vəziyyət bu deyildi. 2001-ci ildə .com hadisəsi bu idi ki dostlar, yeni internet yeni yaranmışdı. Kompüterlər, deməli yeni kompüterlər vardı ki, yəni indiki istifadə etdiyimiz notebook və yaxud kompüterlər o dövrdə yeni adlanırdı və həmən bu şirkətlər istehsal edən şirkətlərə maraq həddindən artıq artdı. Çünki bu yeni texnologiya idi. Yəni indiki texnologiyalarda məsələn süni intellekt də yeni texnologiyadır. Ona görə də gördüyünüz kimi 2023-cü ildən başlayan trend hal-hazırda böyük sürətlə davam edir. Amma bir fərq var ki, dostlar, 2001-ci ildə şirkətlərin gəlirliliyi o qədər yüksək deyildi. Yəni bir çox şirkət var idi ki, gəlir qazanmırdı, lakin dəyərləri 100, 200, 300 dollar idi. Yəni təbii ki, bu şəraitdə bir balon olduğu, bir şar olduğu görünür və bunun nə vaxtsa partlayacağı da ortalıqda dostlar. Ancaq ki, indiki dövrdə şirkətlər milyardlarla pullar qazanır. Nvidia, Google, Microsoft, Tesla və digər şirkətlər. Ona görə də indiki dövrdə balon olma ehtimalı çox aşağıdır dostlar. Məsələn, şirkətlərimizə nəzər salaq, aldığımız şirkətlər, Dragonfly şirkəti. Bu yaxınlarda yeni bir xəbər paylaşdım dostlar. Yəqin ki, oxumusunuz Telegram kanalında izləyirsinizsə. Werner Enterprise şirkəti Dragonfly'dan Idle Reduction adlı cihazlar sifariş edib dostlar, sistemlər sifariş edib. Və bu cihazlar deməli əsasən desək təbiəti çirkləndirməmək üçün deməli və yanacağa qənaət etmək üçün hazırlanan cihazlardır. Yük maşınlarında istifadə olunur və bu sifarişlər də Dragonfly şirkətinin gəlirlərini əhəmiyyətli dərəcədə artıracaq dostlar. Gördüyünüz kimi bazar açılışı öncəsi 92 sentdədir qiyməti və təxminlər də yuxarı qalxıb Dragonfly'da, yəni 4-cü rüb hesabatında artıq səhin başına -20 sentdən -0,6 sentə qədər bir gözlənti var. Həmçinin 2027-ci ildə Dragonfly Energy Holdings şirkəti artıq gəlir
gəlir qazanacağı gözlənilir dostlar. Səhin başda 0,2 sent gəlir qazanacağı gözlənilir. Bu çox yaxşı haldır. Əvvəlki nəticədə 2028-ci ildə gəlir qazanacağı gözlənilirdi. Lakin hal-hazırda 2027-ci ildə gəlir qazanacağı gözlənilir və sifarişlər artarsa bu təxminlər daha da əvvəllərə doğru gələ bilər dostlar. Yəni yatırım etdiyimiz şirkətlər bunlardır dostlar. Gələcəkləri çox böyük olan şirkətlərdir. Məsələn, bunların içində Gorilla Texnology Group şirkəti var. Son maliyyə hesabatında çox yaxşı bir qazanc əldə etdi. Gözləntilərin 118% üstündə çıxış etdi və bundan sonraki hesabat da gözləntilərin üstündə gözlənilir. Həmçinin şirkətin deməli təxminləri burada da gördüyünüz kimi 35 dollar civarındadır. Şirkətin illik gəliri 2027-ci ildə 300 milyon dollar proqnozlaşdırılır dostlar. Bu çox yaxşı haldır. Yəni sizə tanıtdığım bu şirkətlər həqiqətən də lotereya kimi şirkətlər dostlar. Həqiqətən düz yatırım etmə və yaxud etməmək sizin qərarınızdır. Amma çox böyük lotereyalardır dostlar. Yəni heç lotereya da deyil, 90% garanti lotereya kimi bir şeydir dostlar. Yenə də deyirəm, yatırım etmə və yaxud etməmək sizin qərarınızdır. Yəni bu sözlərimdən deməli ilhamlanıb gedib hər hansı bir evi, maşını satıb bu şirkətlərə yatırım etməniz təbii ki, tövsiyə olunmur. Çünki yəni biz yatırım edərkən itirə biləcəyimiz məbləğləri yatırım edirik. Həmçinin gələcəyə doğru yatırım edirik. Həmçinin də itirə biləcəyimiz məbləğləri diversifikasiya, yəni bölüşdürərək yatırım edirik. Məsələn, ayvaya bir qism yatırım edirik, pulun bir hissəsini Gorillaya, bir hissəsini Dragonfly'a eləyib bölüşdürürük dostlar. Məsələn, Ayva şirkəti dostlar son maliyyə hesabatda 100 milyon dollarlıq bir maliyyə dəstəyi aldığını açıqladı. Bunu istiqrazlar sayəsində alıb dostlar, istiqrazlarını satıb. Lakin 100 milyon dollar az pul deyil dostlar və bu şirkət lider texnologiyası üzərində lider şirkətlərdəndir dostlar. Bunu sizə deyim, lider texnologiyası gələcəyin texnologiyasıdır. Bu texnologiya deməli 2027-28-ci illərin avtomobillər üzərində olan ən möhtəşəm texnologiyalarından dostlar. Düzdür, məsələn, Elon Musk'ın açıqlamaları var ki, lider texnologiyası üzərində olan şirkətlər gələcəyi sual altındadır və s. Düzdür, elə şirkətlər var ki, çox borclanırlar bu texnologiyanı əldə etmək üçün, ona görə də iflas edə bilirlər. Lakin dostlar, Ayva şirkəti öz qazanclarını hal-hazırda müəyyən də olsa qazanc qazana bilir və maliyyəsini təmin edə bilir dostlar. Yəni maliyyə vəziyyəti yaxşıdır. Və 2028-ci ildə bu şirkətin gəlirləri 210 milyon dollar olacağı gözlənilir. Və məncə 2029-cu və 30-cu illərdə bu təxminlər 501 milyard dollar səviyyəsinə belə qalxa bilər dostlar. Çünki lider texnologiyası gələcəyin texnologiyasıdır. Həm təhlükəsizlik baxımından, həm deməli ətraf mühit baxımından bu texnologiya həm yük maşınları, avtomobillər, təyyarələr bu texnologiyadan istifadə olunacaq dostlar. Bu texnologiya gələcəkdə bir çox bizim istifadə edə biləcəyimiz çatdırılma üçün, gediş-gəliş üçün və s. ümumi olaraq avtomobillər, maşınlar və s. də çox istifadə olunacaq dostlar bu texnologiyanın. Çünki bu texnologiya önəmlidir dostlar. Nümunələr texnologiyadan danışmayacağım çünki keçən videolarda və postlarda danışmışdıq ki, şirkət borclanması çox pis gündədir. Ona görə yatırım etmirəm, yatırımlarımı çəkmişəm bu şirkətdə. Məsələn, Plug Power şirkəti dostlar. Plug Power şirkəti keçən videoda danışmışdıq. Bu şirkətin zərər etməsinin səbəbi milyardlarla dollar verib zavodlar açmasıdır. Yəni zavodlar açır bu şirkət. Bu şirkət də enerji üzərində işləyir dostlar. Hidrogen enerjisi üzərində işləyir və hidrogen üzərində enerji təchizatı şirkəti olmağa çalışır dostlar. Sadə dilləşsə belə. Bu şirkətin də deməli gələcəyi çox böyükdür dostlar. Yəni gələcəyimizin enerjilərindən biridir. Belə dostlar, səhmlər haqqında bu qədər danışdıq. Bəsdir. Ümumi olaraq bitirsən səhmlər haqqında 2026, 27-ci və 28-ci illərdə yenə də bu artış tempi davam edəcək, investisiyalar artacaq və şirkətlərin böyüməsi davam edəcək dostlar. Yəni hal-hazırdakı gözləntilər bunu deyir. Həmçinin belə bir postda paylaşmışdım. Rusiya-Ukrayna müharibəsində müəyyən şərtlər razılaşdırılıb tərəflər arasında. Rusiya və Ukrayna bazarının da açılması qütblər arasındakı münasibətləri yumşaltmağa deməli kömək edəcək və nəticədə iqtisadiyyat daha da böyüyəcək, ticarət daha da artacaq dostlar.
Bugünlük bu qədər dostlar. Videomu bəyəndinizsə like ata bilərsiniz. Kanala bəyəndinizsə abunə ola bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşəndə.